Cunas TV olan hücumlarla bağlı. Əlbəttə mən istərdim ki, çox qısa, yəni bunları biz bir, necə deyərlər, kateqori eləyək bu hücumlar. Birincisi, dövlət tərəfindən olan hücumlardır İran səviyyəsində. İranın, yəni aparıcı qəzetləri, ruznamələri, əsasən də Sipah Pastaranın arxasında duran, yəni bunlar qəzetlərdir ki, birazdan fürsət olsa ekranda da görəcəksiniz. Ki, bunların hədəfi və məqsədi sırf yəni yayındırmaq. Yəni bunları, necə deyərlər, əsasən Cunas TV-nin fəaliyyətini tamam başqa bir istiqamətə aparmaq. Yəni bunlar əslində eləyə bilərlər dövlət səviyyəsində. Məsələni azından olduğu kimi düzgün təqdimatı verələr. Amma çox təəssüflər olsun ki, belə deyil. Bəllidir, dövlətdir, dövlət televizyon əleyhinə fəaliyyət göstərir. Bunlar nümunələrdir. Yəni bu ekranda gördüyünüz bu yazıların hamısı Cunas TV-nin əleyhinədir. Bu dövlət, yəni bu düşməndir, qarşıda bəllidir. Bunlar üçün, bunların yazdığı üçün biz heç vaxt, heç zaman narahat da olmuruq. Çünki düşmən bundan başqa ayrı cür hərəkət də eləyə bilməz. Amma bir var, onların yəni quyruqlarıdır, yəni Baybək kimi saytlar ki, sırf mən deyə bilərdim ki, yəni həman bu dövlət qəzetlərinin sırasına daxil olan bir sitədir ki, gecə-gündüz, yəni bir gün bu saytda siz mümkün deyil ki, tapasınız ki, Cunas TV-nin əleyhinə yalan və böhtanlar yayılmasın. İndi birazdan Sayın Oval bəyin bu haqda fikirlərini biz öyrənəcəyik. Və üçüncü isə bunlar Cunas TV-ni qısqanan şəxslər. Çox təəssüflər olsun ki, biz bunlara çox-çox təəssüf eləyirik. Özləri Güney Azərbaycan Milli Azadlıq fəaliyyəti, yəni aparıcısı kimi göstərirlər. O təşkilat, Güney Azərbaycan adına təşkilat yaradırlar. Fiziki şəxslər var. Gündüz telefonda zəng eləyirlər. Mən özüm ad çəkmirəm, yəni lazım olarsa ad da çəkərik. Cunas TV-nin fəaliyyətindən danışırlar. Cunas TV olmasa Güney Azərbaycan batar. Cunas TV olmasa o zəlzələ bölgəsində millət orada tamamilə məhv olacaqdır. Allah bu Cunas TV-ni göydən gətirib, Allah Əhməd bəy Ovalını 250 təqdim eləyib. Bütün bunları telefon vasitəsilə deyirlər. Amma əməldə gedib başqa adlarla Cunas TV-nin əleyhinə fəaliyyətə başlayırlar. Şəxs olaraq fəaliyyətlərə. Yəni bilirsiniz, zaman çatıb, biz artıq 2013-cü ilə yəni başlanıb qədəm qoymuşuq. Ən azından bu ili vətənimiz üçün səmərəli bir il elan etməliyik. Bunun üçün biz o insanlar, yəni keçmişdə nələr eləyiblər, hansı hərəkətlər eləyiblər, nələr danışıblar, biz yenə də bu məsələyə yəni nöqtə qoyuruq. Gəlsinlər əl-ələ verək. Həman o müxalif, nə bilim, Cunas TV-yə müxalif, Cunas TV-ni qısqancılıq zəmində qəbul etməyən fəaliyyətlərimizi yeri gələndə namərcəsinə, yəni öz fikirləri ilə, yazıları ilə sual altına aparan. Yəni bütün bu qüvvələrə biz deyirik ki, gəlin əl-ələ verək, fəaliyyət göstərək. Əslində belə götürəndə həman o şəxslər, həman o nə bilim təşkilatlar Azərbaycan Milli Hərəkatında yəni bir damla da döyürlər. Yəni bu açığı. Bu bir var, bir böyük bir təşkilat ola, böyük bir qurum ola deyəsən ki, yəni bu qurum biz gözləməzdik, intizarımız olmazdı. Bunun bu qədər tərəfdarı var, həvadarı var. Yəni var, güclü təşkilatlar da var. Əgər o işləri görsələr, təbii ki, biz məsələyə belə yanaşarıq. Amma biz elə həman bu damlarala müraciət etmək istəyirik ki, qarşımızda böyük düşmən var. Millətimiz Güney Azərbaycan təşkilatlarından, televizyondan böyük bəkləntiləri var, intizarları var. Biz əl-ələ verməliyik və biz bu düşmənlərin qarşısında, bunların yəni qarşısında fəaliyyətlərimizi daha da gücləndirməliyik. Bu, yəni bizim istəyimiz. Amma indi biz bu məsələyə mən dönmək istəyirəm ki, nədən İran dövləti, Güney Azərbaycan, yəni bu sitələr ki, bu qədər səhərdən axşama yazırlar, təhqir edirlər, yalan böhtanlar yazırlar və bunun nədənləri, nə bahis olub, nə səbəb olub, niyə, məsələ, haradasa bir 10 il bundan qabaq bunlar bu səviyyədə Güney Azərbaycan məsələsindən yazmırdı və Cunas TV fəaliyyətə başlayandan sonra o qələmlər, o sitələr, web sitələr, mən təkrar edirəm ki, arxalarında Sipah Pastaran dayanır, əsasən bunların. Bunların məqsədləri nədir, hədəfləri nədir, nə etmək istəyirlər və bunun təsiri. Sayın Oval bəy, mən siz Cunas TV-nin təsisçisi, rəhbəri olaraq əsasən də bu
hücumlar daha çox sizin üzərinizədir, sizədir. Yəni həm şəxsi olaraq, həm sizin kollektivizə elə mən daxil olmaqla. Hədiyyələr mənədir. Bəli, yəni o mənada sizin fikrinizi öyrənək ki, mən elə birinci İran dövlət saytlarından başlayıram ki, bunların məqsədləri nə ola bilər? Bunlar nəyə nail olmaq istəyirlər bu yolla və baxın, nə edə bilər? İran dövləti əlbəttə ki, Günasevinin fəaliyyətindən razı deyil. Yəni bunu razı olsaydı bizim üçün bir aid bir məsələ olardı. Necə olur? Biz işləyirik ki, İran dövləti də razıdır bu işdən. Yəni bu təbii bir şeydir. Amma İran dövləti bir neçə il çox çalışdı ki, boykot eləsin Günastevə məsələsini, dilinə gətirməsin. Çünki dilinə gətirirsə, o Günastevinin xeyrinədir. İran dövlətinin indiki halda elə bir durumdadır ki, əgər İran dövləti gəlib, hətta dünyanın ən pis məsələsinin haqqında danışsa da, o pis məsələ müsbətə çevrilir. Yəni, bu qədər biabır olubdur. Bu dövlətin mozeygirləri, özü də dövlət özü onu bilir. Ona görə də dövlət bəzi adamları biabır eləmək üçün özünə yapışdırmağa çalışır. Deyir ki, qoy mənə yapışdıraq ki, biabır olsun. Onun üçün İran dövlətinin və ya ruznamələrinin əlbəttə ki, bizim haqqımızda müsbət sözünü biz gözləmirik. Amma bir də bir əxlaq normaları var. Məsələn, İran rejimi Günastevini indiyəcən səhv eləmirəmsə 14 məmləkətə bağlayıb. Bu ola bilməz axı. Əgər biz 14 məmləkətdən yardım ala bilsək ki, inşallah ala bilək bir gün, mən istəmirəm deyəm ki, almaq istəmirik, istəyirik. Belə bir televizyon olmaz ki, bizi 3 nəfər görürsünüz indi burada 2 saat bu verilişdən əvvəl hazırlaşırıq ki, bu qara pərdəni necə çəkəcəyik ki, biz ikimiz də səhnədə oturanda birimizin başının dalı görsənməsin deyək məsələn. Yəni, bu təbii bir zatdır. Bu əxlaqdan uzaq məsələləridir ki, mənə elə gəlir ki, İran rejiminin son illərdə, özəlliklə bu son ilin içində Günasteviyə və müxaliflərinə apardığı hücum, bu İngilis dilində bir söz vardır. Mən onu öz dilimizdə bilmirəm, bəlkə soydaşlarımız desperation deyirlər. Yəni, elə bil ki, məsələn, naçarçılıqdandır. Yəni, ayrı bir yol qalmayıbdır bunlara. Yəni, ancaq hücum eləməyə çarə görürlər. Sakitliyi də dura bilmirlər, o biri tərəfdən ayrı bir söz də deyə bilmirlər, məcburdur böhtan ata. Odur ki, bunlar əl-ələ verdilər bir zaman mənim şəxsimə, ailəmə, özəl həyatıma böhtan yaratdılar. Bu təbiidir. İran rejimi ondan da artıq eləyə bilməz. Mən xoşum gəlməsə də BBC-nin bir müxbirinin haqqında Nəfisə, bilmirəm nədir soyadı, onun haqqında kuhnələrdə də fikir edirəm. Dəqiq yadımda deyil. Bulutun News'da mən dünün oxuyurdum. Yəni insanlıqdan uzaq məsələlərə toxunublar. Bu qız kimlə dost idi, kimlə həmmənzil idi, kimlə oturdu, kimlə çay içdi, kimlə, nə bilim, əl-ələ verdi. Yəni, bu böyükdə Türklər, Anadolu Türkləri demişəm, koskocaman deyirlər, bu böyükdə İran dövləti deyirsiniz. Ayrı bir şey tapmadınız yazmağa. Bunun nöqteyi nəzərindən niyə danışmırsınız? Yəni, siz şəxsi məsələlərinə. Şəxsi məsələlər, o da yalan. Hətta düz də olsa, onun şəxsi məsələsidir. Nəfisə, mən tanımıram, fikri ilə də tanışçılığım yoxdur, amma buna deyərlər çarəsizlik. Yəni, siz, soydaşlarımız heç vaxt eşidə bilməz ki, Günastevdə biz kimsənin ailəsi haqqında bir söz deyək. Düşmanımız Xamneyidir, Xumeynidir, onun da arvadına, ailəsinə bizim işimiz yoxdur. Xamneyi kimlə oturdu, kimlə durdu, onun fikri ilə danışın, görək onun fikri nədir. Odur ki, bunlar bizə o töhmətlər ki, atırlar, o hücumlar ki, eləyirlər, bu təbiidir. Amma son zamanlar ki, bunlar çoxaldıblar, bəllidir ki, demək artıq da çəkə bilmirlər. Əvvəla hərəkət getdikcə güclənir. Hərəkətdə bizim də təbliğ elədiyimiz, demirəm bizim kəşf elədiyimiz deyil, biz gətirməmişik bu xətti, biz də təbliğ eləyirik. İstiqlalçılıq. Getdikcə güclənir. Hərəkətdə millətin ən sadə, deyək, soydaşlarımız belə, soydaşlarımızdan tutdu ziyalılarımıza qədər heç kəs rejimin bu yalanlarda da allanmır. Rejim bundan da narahatdır. Siz hesab eləyin ki, zəlzələ bölgəsində filan kətdə bir dənə kəndli durur, deyir ki, mənim pulumu Suriyə niyə göndərsiniz?
Bizə niyə vermisiniz? Rejim bunu eşitdikcə narahat olur. Hardan öyrənib o? O kətli bu məsələni hardan öyrənib? Böyük ehtimal Günas TV-dən. Demirəm elə hər şeyi bizdən öyrəniblər. Amma böyük ehtimal Günas TV-dən öyrənibdir. Çünki onu ayıradan demir. Milli fəallarımız deyir, kətlərdə bəyanıya yaymayıblar. Sözdən, dildən dilə də işləyə bilər. Böyük ehtimal deyirəm mən. Günas TV-dən. Buna görə narahatdır rejim. Və zəlzələ məsələsindən heç vaxt deyər o zəlzələ, bir soydaşlarımızın biri yaxşı bir məqalə yazmışdı. Yazmışdı ki, Qaradağda zəlzələ olmadı, rejimin içində zəlzələ oldu. Bu zəlzələnin zərbəsinin böyüyü rejimə deyil. Çünki biabır oldular. Milləti yaddan çıxartmaq istəyirdilər, milləti diri torpağın altında buraxdılar, ölsün orada. Heç kömək göndərmək istəmirdilər. Xameneyi ki, özünü nə bilim, vilayət fəqih deyə millətin qulluqçusu deyir. Heç təsliyyət demək istəmirdi. Amerika bu dedikləri şeytanı bozorgun rəis cumhuru təsliyyət deyəndən sonra Xameneyi təsliyyət dedi. Onu da bir sətirlik dilinə də gətirmədi. Məcbur oldular, sürüsünlər onun qulağından tutub sürüsünlər gətirsinlər Qaradağa ki, bəlkə o biabırçılığın üstü örtülsün. O da olmadı. 4 ay zəlzələnin üstündən keçibdi. Millətimizin çoxu çadırlarda yaşayır. İranın səfiri oradan durur, deyir ki, heç bizim çadır nişinimiz yoxdur. Zəlzələ bölgəsində əksilər çıxır, biabır olurlar. Yəni video gəlir, biabır olurlar. Ona görə Günas TV-nin fəaliyyəti əlbəttə ki, onları narahat edəcək. Dediyiniz kimi, onlardan biz ondan artıq bir şey gözləmirik. Bir də ki var ki, özünü müvazi yaradıbdır, yəni rejim hərəkətin içində müvazi sitələr yaradıbdır. Bu aydakı onların biridir, mən adını çəkmirəm, böyüsün, amma ki, indi yəni bir neçə ayda biz onu demirdik, indi demək istəyirəm yenə də. Babək sitəsi Günas TV yaranandan sonra yarandı. Hədəf də bəlli idi. Biz bir zaman gördük ki, bunlar bizdən xəbərsiz, bizim verilişlərimizə aid deyir ki, Günas TV-yə fikriniz olsa yazın. Oradan Günas TV-yə tərəfdar olanları və ya Günas TV-yə can yandıranları öyrənmək istəyirmişlər. Biz biləndən sonra artıq ifşa edələdik. Onların neçə ildir fəaliyyəti əvvəldə açıq, aydın, bəzən hətta yaşıllar zamanı, məsələ bu prezident seçkiləri ki oldu İranda, Əhmədi-Necət biabırçılığı oldu. O zamanlar bunların məqalələri var idi ki, ölənlərə deyirdilər fitnəgər. Xiyabanda ki, maşın polislə vurub üstündən keçmişdi. Onlara deyirdilər fitnəgər, öldürənlərə, polislərə deyirdilər Əzadaran İmam Hüseyin. Bu, həmin Baybəkdir. Və ya biz Amsterdam toplantısından sonra ki, bəyaniyələr yayıldı. Bunlar gəldilər, bəyaniyə yaydılar ki, siz bizim başımızı Cumhur İslami ilə qatmayın. Gəlin görək, məsələn, Sumalı sularında gəmini oğrayanlar kimdir? Nə bilim, Amerika Əraqa niyə giribdir? Bunlar mühümdür. Cumhur İslami mühüm deyil, dil mühüm deyil. Yəni, bunu açıq. Əvvəl o cür açıq yazırdılar, amma indi görürlər ki, biabır olublar. İndi bizdən də artıq tünd şüarlar verirlər, Cumhur İslaminin də əleyhinə şüar verirlər. Bunu zindana düşən dostlarımız yaxşı bilir ki, bir dəsinə Cumhur İttilaat deyir ki, siz çıxın, gelin, əslən bizim əleyhimizə də danışın. Amma hərəkətin içində qalmaqal yaradın. Bəli, xüsusən də təvvablar ki var. Bəli, onun üçündür, bəli, o təvvablardan da bir iddəsi. Əlbəttə, hər zindandan çıxanı mən təvvab demərəm, amma bəziləri bu işi görürlər. Ona görə də bu, onun da məsələsini biz başa düşürük. Onların, Beqoğlu, siz dediyiniz kimi, hər gün saytlarına girin, hər halda ya keçmişdən, ya indidən bir dənə Günas TV-nin əleyhinə bir məqaləsi var. Doğru. Söhbətsiz. Onu da biz adət eləmişik. Bunlar idilər, yəni, məsələn, Nəzmi buradan yazırdı, onlar da çap edirdi. Əhməd Obalı arvad satır, heşiş satır, heroin satır, uşaq satır, nə bilim, ciyər satır, böyrək satır, adamların ciyər böyrəyini satır, nə bilim, Rusiyanın casusudur, Amerikanın casusudur, Türkiyənin casusudur, Azərbaycanın casusudur, bu bədbəxt oldu. Yəni bir sözlər, yəni bir şey qalmayıb. Bir şey qalmayıb, yəni ondan sonra, yəni mənim şəxsi, yəni ailəmə belə nələr yazdılar, yəni sonra məsələ burasındadır ki, özləri də əxlaqdan danışır. Bilirsiniz, hələ o yazanların bir də əxlaq dərsi verirdi. Məsələ bir gün bizim bir dənə uşağımız var, 17 yaşına keçib bilirsiniz, Dəbiristanın axır sinifindədir, axırı Dəbiristan oxuyur. Onun bir yerdən Facebook'unu tapıblar, ona məsələn əxlaqsız bir foto göndəriblər. Mənə hücum ediblər.
O da gəlir deyir ki, məsələn, o gəlir deyir ki, ata deyir, baxın, əgər milli fəaliyyət budursa, niyə bu işə girirsən ki? Bu mənim günahım nədir bu işdə? İndi təsəvvür edin. Amma mən dedim ki, darıxma oğlum, bu işlər çox olacaq. Bundan artığını da deyəcəklər. Yəni, hələ elə şeylər eləyib ki, mən televiziyonda inanın ki, utanıram dilimə gətirəm. Və onların bir hissəsində tapdıq. Yəni, kimlər eləyibdir? Özünü milli faal bilənlər eləyib. Yəni, bunlardılar ki, bunlar bu fikir işlərindən fikir edirlər ki, bizi bezdirəcəklər, amma əksi nədir? Getdikdən bizdə əksinə. Yadınızda olsa bir neçə il bundan əvvəl biz istəyirdik Günas TV-ni bağlayaq. Yadınızda dedik ki, daha biz çəkə bilmirik. Amma bu hücumlar gəldikcə oturduq, qərar verdik içəridəki dostlarımızla da danışdıq. Dedilər ki, amandır, əksinə eləyin, gücləndirin. Biz də var gücümüzlə getdik, ondan bundan diləndik ki, kömək eləyən bu televizyon ayaqda qalmalıdır. Nə olur olsun, bu televizyon ayaqda saxlamalıyıq. Yenə də deyirik, nə qədər ki mümkün də ayaqda saxlayacağıq, nə qədər ki eləyə bilmədik, biz açıq saxlamarıq. Amma sözümüzün üstündə, həmişə bir sözümün üstündə durmuşuq. Günas TV açıldığı gündən biz demişik ki, Günas TV Azərbaycan yolunda fəaliyyət eləyəcək. Azərbaycançılıq onun birinci hədəfidir. Onun boynuna ayrı yükləmək olmayacaq. Onun üçün xəttimiz müstəqil Azərbaycan yolunda davam edəcək. Hər soydaşımız ki, bizə kömək eləyir, maddi, mənəvi kömək eləyir, bu intizarı olmasın ki, biz bu xəttdən ayrılacağıq. Hər kəs o xəttinin müxalifdir, bizə kömək eləməsin. Hər kəs fikir ki, köməyi ilə bizim xəttimizi caydıracaq, o xəyaldan da əl çəksin. Və bir neçə dostlarımızla da ki, kömək elədilər bir zaman sonra, dedilər ki, gəlin məsələn bu proqramda qoyun, belə deyin, filan sözü də deyin, biz dedik ki, biz demirik. Mən dedim, o söz mənim ağzımdan çıxmaz. Nə bilim, İran çərçivəsində də bəlkə bir iş olur, mənim ağzımdan çıxmaz. Ayrısını tapın, gəlsin, danışsın. Mən danışmaram onu. Mən ona inanmıram. Onun üçün bunların hamısını başa düşürük. Amma dediyiniz kimi bir məsələyə ki, doğrudan insan, yəni mən öz növbəmdə bir Azərbaycanlı olaraq narahat olurum, qısqanclıqdır. Yəni, bilirsiniz, təşkilatlar, qruplar arasında rəqabət olar. Bu çox təbii bir məsələdir. Amma bu rəqabət o demək deyildir ki, gələk biz bir insanın yəni bütün gördüyü işləri zay eləmək üçün onun ancaq və ancaq axtaraq, məsələ, bir pürçüm yaradaq, olmasa da yaradaq. Sonra o pürçümün üstündə duraq ki, bu niyə belə oldu? Bunun ayrı bir çox gördüyü işlər var. Bəs onları niyə danışmırsınız? Bilirsiniz. Ona görə bu qısqanclıq bizi biraz narahat edir. Onu da umduğumuza görə narahat edir. Hər kəs qısqanclıqla bizə istəyir töhmət ata. Bilsək ki, bu artıq da düşmənə çevrilibdir, heç ondan da narahat olmarıq. Bizim narahat olduğumuz ancaq umduğumuz, yəni özünü milli deyənlərdəndir. Yoxsa nə İran rejimindən, nə onun əl-altı saytlarının bir zərrə narahat olmuruq. Ayrıca təşəkkür edirik ki, bizə qarşı hücum edirlər. O hücumlar bizi gücləndirir, zəifləndirir. Bəli, mən təşəkkür edirəm və eyni zamanda əziz soydaşlarımız, həmvətənlərimiz, Günas TV Sayın Obal bəyin dediyi kimi öz siyasi xəttini davam etdirəcək. Yəni bunun müqabilində nə qədər hücumlar olsa da, töhmətlər, söyüşlər filanlar olsa da, bu Günas TV-ni əsas yolundan saptıra bilməz, mümkün deyil. Yeganə bir televizyondur ki, həmvətənlərimiz üçün Azərbaycan həqiqətlərdir. Mən demirəm biz, yəni ümumilikdə qlobal məsələləri biz burada təhlil edirik filan, yox. Əsasən Azərbaycan məsələsi, Güney Azərbaycan həqiqətlərini. Güney Azərbaycan az deyil, 35 milyon, yəni biz deyirik və bu millətin dili yox, bu millətin danışan dili, yəni bu millətin göstərən bir televizyonu bura qədər yox idi. Amma artıq Günas TV yaranandan onlar, siz təsəvvür eləyin ki, hansı mərhələdən biz hara gəlib çatmışıq, bu mühümdür. Ona görə bu, təbii ki, bunlar çalışırlar. Mən onu da qeyd edim ki, İranın özünün rəsmi web sitələri daha çox Günas TV-ni dinə qarşı fəaliyyətdə ittiham edir. Ayrı çarə tapırlar. Doğrudur. Yəni, Sayın Obalı bəy, mən ona görə bunu deyirəm ki, həman o Spahpastaranın qəzeti, onların sitələri daxildə oxunan, ən azı bəsicilər, pastarlar falan oxunan qəzetlər. Çox maraqlıdır. Onların yazdıqları töhmətləri xaricdəki opozisyon qrupları çap eləyir. Bəli. Bu çox maraqlıdır.
Bəli. Səltənət tələblər var, milli məzhəblər var, nə bilim, həman bu yaşılçılar var. Və yaxud gördünüz elə, nümunəsi kəlmə özü bunlarındır. Xaricdən özü oturub yazırlar. Siz təsəvvür edin. Yəni, Günas TV-ni belə çalışırlar ki, millət güya ki, şiyyəçilik əleyhinədir, güya ki, din əleyhinədir, Peyğəmbəri nə bilim, təhqir edir. Biz bu vasitə ilə dəfələrlə təkrar etmişik, yenə də təkrar edirik. Günas TV dinə qarşı deyil. Mən özümü şəxsən deyirəm. Dindaram da, müsəlmanam da, Məhəmməd Peyğəmbər də qəbul edirəm, İslam dinini də qəbul edirəm. Çünki ailəmdən gəlir və mən özüm də beliyəm. Gəldim, oturdum xaricdə, mən dinimi dəyişdim. Belə bir şey yox. Amma biz xurafata qarşı, dini fundamentalizmə qarşı biz məsələni qaldırırıq. Biz deyirik, icazə verməyin, Fars şiyyəçiliyi, bu elita gəlsin və Güney Azərbaycandan olan bizim millətimizi, bizim xalqımızı geçsin, nə bilim, məscidlərə bağlasın ki, sənin gözün açılacaq. Cəmkərana aparsın, quyuya salsınlar, çıxarsınlar ki, orada gözləyir İmam Mehdi zuhuri. Biz deyirik, bunlar yalandır. Belə bir şey yoxdur. Bunlar milləti al... Bunların əlindən əgər bu şiyyəçiliyi alsın, bu mollalar, bitdi, mollalar yoxdur. Yəni, bu, niyə məsələn, Əli Əsgər deyirlər ki, bir yaşında Əli Əsgəri oxladılar. Bəs İmam Zeynəl Abidin yetkin yaşda, çünki bimar idi. Niyə ona dəymədilər? Niyə onu öldürmədilər? Bəs bu Əli Əsgərin oxlanması da yalandır. Biz bunu deyirik. Çünki nəyə görə bunlar Əli Əsgərin oxlan, bilirsiniz nəyə görə qoyub? Ona görə bunu qoyublar ki, Əli Əsgərin oxlanmasını orada hər gün Aşurada qadınlar, kişilər öz bir yaşında balalarını gətirib məsciddə o uşaq şiyyəçiliyi bir yaşından öyrənir. Yəni, bunlar bazar açıblar. Biz deyirik ki, bunların bazarını belə bağlamaq lazımdır. Yoxsa Əli Əsgəri, mən təkrar edirəm, Əli Əsgər əgər bir bimarı, bir xəstəni, Zeynəl Abidini öldürməyibsə, dəyməyibsə, deməli, uşağa da dəyməyib bu. Bunlar, bu nağılları biz deyirik ki, gəlib bizim cəmiyyətə sırıyıblar. Biz bunların əleyhinəyik. Bunun dinlə heç bir ilişki filanı yoxdur. Mollaların xurafatı, Cavad bəy. Yəni, bilirsiniz, elm indi bu 21-ci əsrdəyik. Bu rejimin də özlərinin bir şuarı var idi. Pulun üstündə yazmışlar ki, güya belə bir nə idi şuar? Əgər elm dərs Süreyya başa, deyək Fars Süreyya kürəsində də bir elm olursa, bir Fars gedib onu tapıb gətirəcək. Belə bir. Bu elmidən danışırsınızsa, elmi deyir ki, insanın xəstəliyinin, məriçiliyinin fiziki bir səbəbi var. Bu Xameni əgər doğrudan bu mollalar bu qədər, nə bilim, xurafatla məsələni həll eləyirsə, bəniyə Müştəba Xamenini göndərirlər Ləndəndə, müalicə olsun, uşağı olmurdu, bilirsiniz, onun uşağı olmaq üçün Ləndənə göndərirlər. Niyə? Göndərirlər kafirlər onu müalicə eləsin. Çünki elm onun əlindədir. Bunlar özləri elmə inanır, amma milləti qulaq tüylü saxlamaq üçün elmidən uzaqlaşdırırlar. Elm demir ki, get bir dənə duvarda botpərəstlik elə, başıva bağla zənciri, onu 3 gün bir dənə yadımdan, heç vaxt yadımdan çıxmaz. Tanışlarımızın biri lal idi və kar idi. Onu 3 gün yazığı zəncirlə bağladılar mənbərə və dedilər ki, burada İmam Hüseynin iti olacaqsan, qal burada, lallığınla, karlığında düzələcək. 3 gün qoymadılar tuvalete getsin. Yəni, bu cinayətdir. Onun dili açılmadı, karlığı da həll olmadı. Çünki onun fiziki məsələsi var. Yəni, bu xurafatla biz müxalifik. Yoxsa, yenə deyirəm, İslam dini, biz məsələni qaydaq televizyon haqqında. İslam dini o biri dinlərə baxanda daha modern. Yəni, bu hücumlardan biridir. Yəni, bu metodlardan mən demək istəyirdim, istifadə edirdilər. Və əgər bizim zaman biraz məhdudlaşır, icazə versiniz, biz qısa da aralıb növbəti biz. Əgər bu mövzuda bir əlavə öz varsa, bu mövzuda... Mən əlavəm sadəcə budur ki, bu təhqirlər, bu həmlələr, bu şantajlar düşman tərəfindən yəni gözlənilir. Biz onu intizarımız var ki, belə olsun. Bəzən çoxalır, bəzən azalır. Hər vaxt ki, bizə qarşı şantaj, təhqir çoxaldı, soydaşlarımız bilməlidirlər ki, deməli bizim fəaliyyətimiz düz yerinə barmağını qoya bilib. Doğru. Onun üçün də mən şəxsən deyirəm, narahat olmağa yer yoxdur. Ancaq Günas TV-yə elə şey olanda dayıca dəstək verib, hər kəsə rejim tərəfindən hücum varsa,
biz o adamın köməyinə getməliyik. Bəli. Fərq eləmir. Bu Günas TV olsun, bir şəxs olsun, kim olursun. Rejimin saytları, əlaltıları hər hansı bir Azərbaycanlıya hücum eləyirsə, inancına görə, Doğru. bilin ki, o adam düz adamdır, onun köməyinə getmək. Mən nümunəsini deyim, elə bu günləri bizim həmişə hər zaman Günas TV-nin əleyhinə məqalə yazan şəxsi tutublar. Biz xəbərlərdə birinci 10 xəbəri getdi. Bəli. Yəni biz dəfələrlə demişik, yəni bizim elə bir prinsipimiz var. Rejim tərəfindən zülmə məruz qalan hər bir kəs bu televizyonda təbii ki, müdafiə olunacaq. Biz Güney Azərbaycandan söhbət edirik və bu qalanları isə ikinci mərhələdədir.